Bax nəyə görə dedim ki, insanlar sizə güvəndikdən sonra sizə takip atacaqlar. Yəni elə deyil, sən bir video paylaşdın, hamı başlayacaq səni takip atmağa. Nə istəyir maraqlı olsun, istəyir maraqlı olmasın. Yəni sən məhsul satırsansa, bütün vücudun səsidəki, sən məhsul satırsansa insanlar sənə öncəliklə güvənməlidir. Və o güvən bir video, iki video yox. İnsanlar səni daim izləməlidir. Daim izləmək üçün sən hər gün video paylaşmalısan. Mən baxıram ki, məni 2 aydır izləyən adamlar indi başlayıb məni takib atmağa. Çünki 2 aydan sonra demək ki, onların güvənini qazanmışam ki, onlar indi başlayır mənə takib atmağa və eləcə sadəcə yəni sən 1-2 video paylaşmağından sənə heç kim güvənməyəcək. Bu davamiyyətli olmalıdır. İnsanlar səni tanımalıdır, sənin necə olduğunu, yəni sənin özünün həyatda necə olduğunu, yəni süni də yaramayacaq. Əgər siz süni başlayasınızsa video çəkməyə, o da yaramır. Necə səmimi olmaq isə, necə çəkmək lazımdır, necə davamiyyətdə qalmaq lazımdır, necə videoları nətər başlamaq, nətər bitirmək lazımdır, necə günə 20 dənə video çəkmək. Bunun daha ətraflı hamısını Telegram kanalda danışıram. Əgər kimsə çəkmək istəyirsə, məsələn, yəni belə olmasın, başqa cür olsun. Əgər kimsə bunu çəkmək istəyirsə, buyursun Telegram kanala keçid eləsin. Bu haqda danışacağım, videolar başlayacaq. 24 nəfərdir, son bir nəfər qalıb. İnşallah ki, ondan sonra videolar başlayacağım hazırlamağa və paylaşmağa. Yəni ki, bir xeyrim dəyər insanlığa. Əssəlamu aleykum.